Salam. Şəkildə görmüş olduğunuz bu gənc uşaq evində böyüyüb. İllər öncə, hardasa bir neçə il öncə mən həmin o uşaq evində böyümüş və həmin uşaq evində işləməyə başlayan bir xanımın orada sıxıntılarla qarşılaşdığını, hüququnun, haqqının tapdanması ilə bağlı ondan müsahibə almışdım. Xanımın adını unutmuşam. Güllə başlayan nəsə belə bir adı var idi. Və o müsahibədən sonra xanımın fikirlərinə dəstək olaraq bu gənc müsahibə vermişdi bəzi kanallara, bəzi saytlara. O öz müsahibəsində bildirirdi ki, bizi burada incidirlər, burada yeyinti çoxdur. Yəni oranın müdiriyyətinin uşaqlara gələn məhsulların hamısını daşıyıb satdığını deyirdi. Bu gündəm olmuşdu. Üstündən biraz keçəndən sonra bu uşaq dəlixanaya saldırıldı. Bunu da başa düşdük. Ola bilər, ağır travmalar olar, problemləri ola bilər və ruhi xəstəliklərlə bağlı dispanserdə müalicəsi ola bilər. Yəni bu normal ailələrdən çıxan uşaqlarda da belə olur. Çox maraqlıdır ki, oradan çıxandan sonra görmüş olduğunuz bu gənc bir gənci zorlamaqla ittiham edilib və nə az nə çox 10 il həbs cəzasına məhkum olunub. Gəlin belə bir sual verim. Əhməd bütün ailəsini öldürdü və onu demiş olduğunuz kimi də o dəlixanaya saldılar. Ondan sonra yəni anlaqsız elan olunaraq azad olundu bu cəzadan. Necə olur ki, bəs bu gənci dəlixanaya salırsınız, sonra da 10 il həbs verirsiniz? Mən əminliklə deyirəm, əziz dostlar. Həmin o yetimxananın keçmiş rəhbərliyini tanıdığım üçün, onun ailəsini tanıdığım üçün, onun ətrafını tanıdığım üçün əminliklə deyirəm ki, bu bir qisasdır. O gəncin heç bir günahı yoxdur. Gəlin əl birliyi ilə dəstək olaq bu gəncə. Ədalət bərpa olunsun.